sən işini bacarmırsan, nə gündəsən, bu nə koftadır geyinmisən, bu nə əyin-başlı geyinmisən, səni ucuzlaşdıracaq. Bu artıq pik nöqtədir. Amma çox narsistlər bunu eləmirlər. Niyə? Çünki onlara ətrafın onlar haqqında müsbət rəyi çox önəmlidir. Bir növ artist. Rol oynayırlar da. Rol oynayırlar, bəli, maskalanırlar. Hər kəs desin ki, bu insan idealdır. Necə yaxşı adamdır. Amma sən evdəki qurbanına zülm verirsən. Deməli necə olur o? Bir sözlə zülm verirlər. Təhqir eləməyi nəzərdə tutursunuz? Bəli. Bir də fiziki şiddət. Narsist ev tiranı. Bunun açıqlaması çoxdur, amma ev tiranı. Deməli narsist çöldə necə görsənir? Əyin-başı həmişə yerində. Yəni baxacaqsan, deyəcəksən ayda. Yəni ideal kişi obrazı budur da. Və görüşdüyünüz ilk etaplarda güllər, hədiyyələr, diqqət, 7-24 sənə qayğı, sən özünü dünyanın ən xoşbəxt insanı hiss eləyəcəksən narsistlə. Onda bu bəyaz atlı prensdir əvvəldə. Bəli. Amma ailə qurduqdan sonra uşaq ki oldu, sən ki ondan birazca da olsa asılı vəziyyətə ki qalırsan, həm emosional, həm ekonomik vəziyyətdə fərq yoxdur. O səni əzəcək.